bir gənc mənə yazır ki, Qabil bəy, İlham Əliyev getməyəcəksə aprel ayına kimi mən bir iş görüm, bir nəsə bir tədbir görüm, bəlkə də bir ölkədən qaçım, nə eləyim, nə qarım, nə tər eləyim. Qardaşlar, bacılar, bax bilin bunu. İlham Əliyevin getməsini kimsə Allahdan başqa bilməz. Bu mən dediyimdir. Bilməz Allahdan başqa. Məntiqi cəhətdən gəlin fikirləşək. Bax, gəlin fikirləşək. Bir gün bizim Azərbaycan gənci evlənə bilmir, ev ala bilmir, düz əməlli yaşaya bilmir, hər gün sındırılır, nə bilim nələr, daha nələr. Biz 56 ildir Əliyevlər hakimiyyətinin müstəmləkəsi altında kölə, qul səviyyəsindən aşağı yaşayırıq. Yaxşı, başınıza dönüm sizin. Hər şeyi məntiq həll eləyir, çox şeyin sübutu lazım deyil. Putin haçan gəldi hakimiyyətə? 2001-də, əslində qalsa 99-dan Putin yiyəsinin götünə barmaq eləyirdi, hökuməti Putin idarə eləyirdi. Putin gəldi 2001-də, bütün bu diktatorlar var ha, İlham Əliyev daxil, İlham Əliyev daxil, Erdoğan daxil, hamısı bir il yarım vaxt dərsində gəldi hakimiyyətə. Bəşər Əsədini götürür. Qardaşını öldürdülər, fırlatdılar. Nəm Lukashenko'su deyilər, təxminən aşağı yuxarı Putin gətizdirdi onda. Erdoğan'ı götürün, İlham'ı götürün, Çeçenistan'ın rəhbərini götürün, atasını öldürdü, Putin özünü qoydu. Necə ki, Heydəri öldürüb İlham'ı gətirdi, ha? Değerli vətənlərim, değerli soydaşlarım, biz bugün acılar çəkirik, bəli. Çox acılar çəkir, amma bizdən də acılar çəkənlər var. Hamı bilir ki, Putin getdi, İlham getdi. Zəncir qırıldı. Bu zəncir həlqəlidir. Baxın, ha, deyirəm, ha, bu zəncir həlqəlidir, belə, həlqələrdir. Bizcə nə həlqə ortadan düşdüsə, hamısı darmadağın olacaq. Putin getdi, İlham getdi. Xalqın ağıllı hissəsi, məzlum hissəsi, böyük hissəsi niyə Putin getməyini istəyir, Kreml dağılmağını istəyir? Putin getdi, İlham getdi. Xalqımızın ağıllı hissəsi, böyük hissəsi niyə Erdoğan'ın getməsini istəyir? Erdoğan getdi, İlham getdi. Erdoğan getdi, İlham getdi. Xalqımızın böyük bir hissəsi niyə Gürcüstanda dəyişiklik olmağını istəyir, İvanishvili hakimiyyətinin rədd olmasını istəyir? Çünki Gürcüstan hakimiyyəti, xalq hakimiyyəti ələ keçirdisə, İlham getdi. Saakashvili götün dal ayağıdır. Saakashvili var, ha? Ondan adam olmaz. Ondan adam. O türməyə girib, türmədə də elə bilir ki, İlhamla bir dənə tost vurubdur. Bizdə İlhamla vurubdur, Mehribanın götünü əlləyibdir. Elə bilir ki, Sako. Elə bilir ki, Sako elə bilir. İlham Əliyevdən vurubdur, İlham Əliyev onu müdafiə eləyəcək. Daha Sako düşünmür ki, İlham Əliyev onu bədbəxt elədi. 3 ton narkotik hansı dünyanı idarə edən böyük güclü ailənin narkotiki idi? Onu tutuldu, İlham Əliyev onun tranzitini eləyirdi. O tutuldu, İlham Əliyev, odur, bax, odur. Mən nə qədər xahiş elədim ki, filan ailənin narkotikidir. Bildiniz də, ha məsələsi. Otelləri yanda, bu yaxından dedim, ha, cadugarlıq məsələsi. Və salam, onların başına duran oydu. İlham Əliyev də onların Sadiq Qulu nökəri bariqalarıdır. Gördünüzmü Saakashvili axırı nə oldu? Değerlenmedim. Ona göre dostlar, kardeşler, canlarım, ciğerlerim. Bunlar hamısı zəncir var idi. Zəncir var idi. Niye göre İlham Əliyev xiyardı? Xiyardı İlham Əliyev. İlham Əliyev xiyar olabilir. Ama onun arkasında böyle institutlar var. Bakın, Türkiye'de seçimlerde 10 minlərlə İlham Əliyev adam döyen gönderdi. Səs verməyə adam göndərdi, saxta sənədlərlə. 10 minlərlə adam getdi. Bütün təyyarələr orada adam daşıyırdı. Bilir ki, İlham Əliyev, Erdoğan getsə İlhamın götünü qayıracaqlar. Elə deyilmi? Bəlkə yalan deyirəm. Bəlkə yalan deyirəm. İndi qulaq asın. Niyə İlham Əliyev Gürcüstana rezin güllələr verdi? Niyə İlham Əliyev minilərlə ora mülki polis göndərir, cəmaatı döyməyə, xalqı döyməyə? Gürcü xalqı belə dəli olur onları görəndə. Artıq bunu Gürcü xalqı bilir. Niyə? Bilir ki, Gürcüstanda hakimiyyət dəyişsə İlham da dəyişəcək. İlham bunu bilir. Bilir İlham. Xalq məcbur eləyəcək.
Diktatordan işlemek olmaz. Halk mecbur eləyəcək. Bakın, değerli mecanlar, burada Rusya, Türkiye, Gürcistan, İlham Əliyev harda bir bəla olarsa sıraz əlini uzadır. İlham Əliyevə də əl uzadıblar. 2003-cü ildə Kürt dəstələr gətirdi Erdoğan. Heydər Əliyevin hakimiyyətini oğlu götürsün deyə. Wagner dəstələr gəldi. Kürt dəstələr Erdoğan göndərdi. Rusiya və Türkiyə dəhşətli dərəcədə kömək elədi. Bu arada bu barədə biraz təmkinini qoruyan İran oldu. Yəni İran bu barədə kömək eləmədi. Xalqı döydürmək üçün, İlhamı orada saxlamaq üçün İran belə bir şey eləmədi. Bunu açıq deyirəm. Mən imam üçün ağlayanda Yezid üçün də ağlamaq lazım. Yəni belə bir misal var. Bəlkə düz demirəm. Neyse, uzun sözün kısası, indi İlham Əliyev xiyardı. İlham Əliyev bilmir ki, bu pul diye, hamısı pul diye 1 milyard, 2 milyard pul gedir. O boyda şəxsiyyətin daşınması, o boyda pul bırakmak, Erdoğan kalsın diye pul bırakmak. Hamza hele yadınızda da orada bir Sinan oğlan var da, Petuk. Bir Petuk vardı orada, Sinan oğlan. Yadınızda da o getirdiler onu Bakıya İlhamla yaxınlığından dolayı, nəyindən dolayı. Bunu da İlham Əliyev gələn kimi Verbovk elədi. Hamı dedi ki, Sinan oğlan getdisə Erdoğana qoşulacaq. Sonanın uşaqlarına qoşulacaq. Gördünüz mü deyilən alındı. Ay başınıza dönüm. İndi yaxşı. Mən yəni deyirəm, bu zəncir var idi. Bunların biri açdısa, necə Afrika ölkələrində görsə, Ərəb ölkələrində bir kral aşır, hamısı tak 3-4 aşır ha. Və indi Afrika ölkələrində aşma gedir. Afrika xəbəriniz yoxdur bu elə son 3-4 ayda 5-6 dənə prezident xəbəriniz olsun sizin. 5-6 dənə prezident 3-4 ayda. Yəni bu öz yerində. İndi məsələ burada nədir? Məsələ burada nədir? İlham Əliyev gedəcək mi? Birinci, İlham Əliyevin getməsi bəzi gedişə bağlıdır. İlham Əliyev günü sabah da gedə bilər. Bax, bu gecə İlham Əliyev ölə bilər. Bu gecə İlham Əliyev gedə bilər. Bir həftəyə də gedə bilər. 6 aya da gedə bilər. Apreldə də gedə bilər. Apreldən biraz o isə də çəkə bilər. Amma mən bir şey deyim, sizin də baxın. Siz nəyin dərdini çəkirsiniz? Cavan oğlansan da, intihar həddindəsən, istədiyin kimi yaşayamırsan da, aydın məsələdir. Eləmi? 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 Ölənlərinə rəhmət. Yaxşı. Bir gündə 1000-2000 arası Rus əskəri ölür. Elə ona yaxın da Ukrayna əskəri ölür. Cavan oğlanlar ölür. Putin dəhşətli dərəcədədir. Rusiya kimi bir dünyanın ən böyük neft qaz yatağı olan ən böyük, dünyanın ən güclü ölkəsi böyür üstə qalıbdır. Putin bilir bu savaşı bitirsə öləcək, ona görə bitirmir. Dəyərli vətənlərim, eləcə də Zelenski. Dostlar, qardaşlar, Türk xalqı dünyanın necə deyirlər, orta göbəyinə çağı çakan, o belə deyirlər, pas soxan, dünyanı titrədən Türk xalqı. Yeganə qüvvət ki, İngilislər üstünə gəldi. İngilislər üstünə gəldi. Yadınızda da Xaçırlar, ondan qabaq da Türkiyəni, türkləri məğlub eləyənmədi. Bu gün o türklər zəncir gəmirir. Hər gündə meydanlarda 100 minlər, milyonlar meydanda olur. Yaxşı, Türkiyədə ətin kilosu görürsə 30 dollar, nə bilim, neçə dollar, 50 dollar gəlir. Aləm deyib bir-birinə, dünyanın ən bahalı ölkəsi haline gəlib, ən bahalı yaşama haline. Yaxşı, indi siz baxın da, indi bizi sındırıblar, bizim ağzımızı qaşıyıblar. 56 ildir Dədə Bala Heydər Əliyev dalımızı dağıdıbdır, xalq olaraq. Ondan qabaq nə olub, yaxşı, 56 ildən qabaq nə olub? Heydər Əliyevin dost doğma bəzi mənbələrdə dədəsi deyirlər, atası deyirlər, bəzi mənbələrdə dayısı deyirlər. Amma Stepan Şaumyan içir Mikayanla, ya Mikayan sataniki qayırır, Heydər doğur Heydər, ya da deyilənə görə Şaumyan öz bacısını qayırır, sataniki və Heydəri dünyaya gətirir. O vaxt abort olmadığına görə bir peysər tapıb bunu ərə vermək lazım idi. Və tapırlar, verirlər, hər nəysə bir şeyləyirlər. Ay qardaşlar, başınıza dönün.
Heydər Əliyevdən də qabaq Şaumyan bu xalqın başına bəladır. Təsəvvür eləyin. Görün biz nə cındır vəziyyətində qalmışıq. Nə cındır vəziyyətində qalmışıq. Aydın məsələdir. 50 milyona mı yoxsa 50 min rubla mı? O vaxt Rus pulu çox idi ki, heç nə. Baxın, dəyərli həmvətənlərim, dəyərli soydaşlar. 50 minə Azərbaycan, Atatürk, ermənilər Türkiyənin cənubunda məskunlaşmalıymış. Hal-hazırda da orada erməni köyləri var, erməni bölgələri var Türkiyənin cənubunda. Bunu mən demirəm, bunu Türkiyəli alimlər deyir, mən bu efirə vermişəm. Atatürk danışır Rusiya ilə, çox güman ki, Stalinlə danışır. Ermənistan ölkəsi, yəni Ermənistan, bütün bu bir balaca var idi, orada nəsə eləməyə çalışmışdılar, amma bütün hamısını satdı Atatürk, Ruslara satdı və Ermənistan dövlətini bizim torpaqlar üzərində qurmağı razılaşdılar. Buna imza atan Atatürk olub. Nərmanov kimlər olub, düzdür? Hissə gedir torpaqlar, birdən-birə hamısı getməyibdi. İrəvan tərəf olub, sonra Göyçə, axırda Göyçə gedir dəyərlənmədən. Zəngəzur lap axırda getdi, mən bilən qədərindən. Göyçə, Zəngəzur, Dərələyaz, Göyçə, Zəngəzur, hər nəysə. Hissə getdi. Axırıncı 56-57-ci il deportasiya oldu, yadınızdadırsa, yəni tarix oxuyanlar bilir. Yaxşı, dəyərlənmədənlərim, bu sözü gətirəcəm harasa. Bu Şaumyan, bax, Türk ordusu Şaumyan anadan olur 1886-cı ildə. 13 yaşında təşkilat yaradır. O çox qiniloy göt verən olur. Heydər Əliyev yeganə 3 yerdə ağlayıb. Daha doğrusu 2 yerdə ağlayıb, bir yerdə gözü dolubdur. Bir, Şaumyanın 100 illiyində. Və nə deyibdi? O ananı, o əmən ananın döşünü mən fəxr edirəm ki, mən də əmmişəm. Eyni ananın döşündən süd əmmişik. Bəli, bəli. Heydər Əliyevin sözünü mən uzun zaman araşdırandan sonra nəticəyə gəldim, Heydər Əliyev düz deyir. Heydər Əliyev kimdən əmələ gəlib? Stepan Şaumyanın bacısı Satanikdən. Hər yerdə də gizlədirlər İlham Əliyevin nənəsini. Yaxşı, yaxşı. Caman nə deyir? Stepan Şaumyan öz bacısından cinsel əlaqəyə girib, cinsel əlaqəyə girəndə onun döşlərini öpməyibdir. Döşlərini əmməyibdir öz bacısının. Öz bacısının döşünü əmibdir. Sonra da öz bacısının uşağa qalıbdır öz bacısı. Sonra da Heydəri doğub, Heydər də həmən döşü əmibdir. Qutardı getdi. Heydər Əliyev az bilmir. Heydər Əliyev dünyanın götünə barmaq eləyən adamlardan biridir. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Yaxşı, Stepanakert kimin adınadır? Stepanakert kimin adınadır? Stepan Şaumyanın adınadır da. Ona görə dəyişdilər də, Stepanakert qoydular da. Burada deyir, gülürəm. Sənin anan, burada bəzisi yazır, gülürəm. Sənin anan oteldən gəldi mi? Verməkdən, İlhamın otelindən gəldi mi? Bədibə oğlu, nə gülürsən, hə? Daxili İşlər Nazirinin anasından belə ermənidir. Müdafiə Nazirinin arvadı və anası ermənidir. Birinci arvada 8 arvad olub uğraşın. Birinci arvad erməni. İlhamın anası erməni. Yaxşı, sən gülürsən elə mənə. Mən prezident olmaq iddiasında olan adamam. Hədəfim böyükdür. Mən deyirəm, mən yalan deyirəmsə ki, İlham Əliyev erməni soydu. İlham Əliyev, Mehriban Əliyeva erməni soyudu. Ətrafının yarıdan çoxu, ən vacib adamlar hamısı ermənidən törəyən ermənidir. Mən bunu yalan deyirəmsə, onların cinsi orqanı olsun mənim nəslimin ağzına. Yox, mən bunu düz deyirəmsə, sən də göt günündəsənsə, onların cinsi orqanı olsun sənin nəslin ağzına. Ay uğraş, gülməyə gəl, gülürəm deyir, baxıram. Doğrudan gülməli hissəsi var. Amma bu əsasən ağlamalı da, qəhbənin balası. Ay itdən əmələ gələn, bu ağlamalıdır, gülməli deyil. Sən gülə bilərsən, səndə o səviyyə yoxdur da, kişilənmə səviyyəsi. Mən Tomlisin nəvələri, qara qoyunu, ağ qoyunu, Manna, Midya, Atropatena, nə bilim, götürcünən sən Şah İsmail, nə Səfəvilər. Sən qadam 13 milyon götü poxlu Fars bizi tulalıya gətirib. İndi sən deyirsən ki, gülürəm. Nə gülürsən, hə? Şeyim aşmış, ha? Sındır oğlu, bəlkə yalan deyirəm.
İlham Əliyev 50 dəfə baba, Camaat bəy babasının dalına gedib qəbrinə heç ziyarət eləmir. Adam çıxıb belə, mən babam Əlirsiyə deyir, söz dedi, Sarkisyan, onu çağırıram deyir. Mən buradayam deyir, duxun varsa gəl deyir. Ha? Və baba deyirsən o daşyaq qırxan. Və Əlirzənin arvadı, üçüncü arvadı. Satanikdən niyə danışmırsan? Ha? Hamamda kisəçi olan adam o qədər mi imkanlı idi ki, üçüncü arvadı da Şamiyanın təsirindən aldı? O qədər mi təsir? Eləmədən bir sonra xahiş edirəm yayımı bəyənin. Bizə Azərbaycanda anasını, atasını tanımayanlar çoxdur. Bunu açıq etiraf edir. Mən burada danışıram, mənə baxır 2200 adam. 2148 adam. Amma baboş ostura baboş yatanda onun ostura yatmağına, onun belə bud gəmirib yeməyinə nə qədər adam baxır bilirsinizmi? 9000, 10.000 adam baxanda naz eləyir. Adam ostura yatır belə. Adam dayanmadan baxsan səhərə kimi gül atırlar. Nə atır? Bədbəh o olur. Nə qədər geri zəkalısınız siz. Yəni, deyilən mətələr. Burada biri də yazdı qabil, söyüş söymə. Mən söyüş söymürəm. Sənin anan qəhbədirsə, ona qəhbə demək söyüş sayılmır. Onun adı qəhbədir. Amma sənin anan tərbiyəlidirsə, necə deyərlər, namuslu geriyyətlidirsə, ona mən qəhbə deyərəmsə, bax bu söyüş sayılır. Bax bu söyüş sayılır.